firqələrdən cəmaat təbliğdən keçdik, yəni təbliğ cəmaatdan keçdik və dedik ki, ümumiyyətlə təbliğ cəmaatı da baxmayaraq ki, yəni müasir yaranmış bir firqədir, bir necə deyərlər, qruplaşmadır. Amma bunlar dedik ki, hansı firqədən törəmələrdir? Yəni sufilərdən. Ümumiyyətlə sufidən təsirlənmiş yəni firqələr aid edirlər onlara nurçuları, təbliğ cəmaatını, ondan sonra düyübəndilər var ki, yəni Əfqanistanda bunlar daha çox yayılır, Pakistan, Əfqanistanda daha çox yayılırlar. Bir də Mehdiyələr. Bunlar ayrı-ayrı adlara malik olsa, ayrı-ayrı xüsusi etiqadlara malik olsalar da, ancaq bunlar bu dörd firqə ümumiyyətlə, yəni sufi firqəsindən təsirlənmiş, sufi əqidəsindən yəni təsirlənmiş bir firqə idi və keçən dəfə biz təbliğ cəmaatını danışıb və dedik ki, yəni bu günlərdə onlar daha çox yayılıblar və onların əqidələrindən danışıq və dedik ki, əqidələrindən biri də o idi ki, o insanlar ümumiyyətlə təqlidi görmürlər. Təqlidi görmürlər, daha əstəğfurullah, onlar təqlidi vacib görürlər. Və onlar deyirlər ki, insan müasir alimlərin heç birinin rəyini götürməsə də olar, 4 məsələdən birini təqlid eləməyi vacibdir. Çünki onlar elə görürlər ki, ictihad qapısı bağlıdır. Yəni, həmən müştəhidin şərtləri tam bu əsrdə müştəhidin şərtləri tam olmadığından onlar 4 məsələdən birinə yəni, təqlid eləməyi görürlər və onların əqidəsindən, mənhəzlərindən və xatalarından danışıq və bu gün də dedik ki, inşallah yəni, nurçulardan danışıq. Ümumiyyətlə, nurçular ümumiyyətlə yəni, müasir, yəni bu günlərdə mən deyərdim ki, hətta yəni, təbliğ cəmaatından da daha çox yayılmış bir cəmaatdır. Çünki yəni, bu cəmaat bu günlərdə bunların sayı demək olar ki, 2 milyona yaxın çatıb. Yəni, bu da ən çox səbəbi nədədir? Bu firqənin, yəni bu nurçilərin necə deyərlər, başqa-başqa dövlətlərdə yəni, daha geniş dəvətdə rol almaqları bunların demək olar ki, saylarının artmasına yəni gətirib çıxarmışdır. Məsəl üçün, götürsən, ən birinci onlar yayılsa da, ən birinci yaransalar, onların yaranmaları ümumiyyətlə İstanbulun şərqində olsa da, yəni Kürdistan tərəfində olsa da, amma tədricən görürsən ki, onlar Ankaranın özündə də, İstanbulun özündə, hətta bu Əfqanistan, Pakistan, Amerikanın özündə, hətta Azərbaycan kimi yerlərdə də görürsən ki, bu nurçu təbliği daha da güclü yayılıb. Və bəzi hallarda görürsən ki, təbliğsiz amma ki, nurçudurlar. Aydındır. Yəni, görürsən ki, hər məsələn təbliğə gedirlər, amma ki, nurçu əqidəsidir. Aydındır. Və görürsən ki, bunlar demək olar ki, daha çox yayılmış bir cəmaatdır və bunların da banisi demək olar ki, 1873-cü ildə doğulmuş Səyid Nursidir, hansı ki, o, yəni, Kürdistan tərəfdə, yəni, Türkiyənin Kürdistan tərəfində Nurs şəhərində doğulmuş bir insan idi və düzdür, o özü uşaq yaşlarında artıq onun zəkalığı biruzə verilmişdi. Yəni, bu artıq, necə deyərlər, zəkalı olması bilinmişdi. Çünki o, düzdür, ən çox da onun dərsləri dünya və ağıl dərslərindən ibarət olsa da, yəni, şəriət təhsil almasa da, amma artıq İstanbulda, necə deyərlər, Əzhar Universitetinin bir şöbəsini açmaq istəyirdilər və burada o müəllim işləməyə başladı və bu müəllim işlədiyi dövrdə demək olar ki, öz əqidəsinin mənhəcini demək olar ki, artıq orada başlamışdı cəmaata, yəni təbliğ eləməyə. Düzdür, belə baxanda o, yəni suflidən təhsillənmiş bir insan idi, amma o, hansısa bir sufi şeyxinin tariqasını getməməkdə, necə deyərlər, özünə üzür qazandırırdı. Yəni, vacib görmürdü ki, insan hansısa bir sufi tariqası ilə geçsin. Hətta onu məcbur edəndə o deyirdi ki, qiyamət günü mən, Allah s.ə. məndən soruşmayacaq, sən niyə görə hansısa bir tariqanın dalınca getməmsən. Allah s.ə. məndən soruşacaq ki, sən imanını qoruyub saxlamamısan. Ona görə, ümumiyyətlə, belə tarixə baxsaq, görərik ki, bu Səyid Nursunun, daha doğrusu, Nursun, biz Nursi deyək, yəni Səyid Nursunun, yəni təbliğ, dəvət, necə deyilə, vaxtına baxsaq, onun təbliğ, dəvət vaxtları ümumiyyətlə Osmanlı xəlifəsinin süqutundan sonra baş verib. Yəni, Osmanlı xəlifəsi süquta baş verən vaxtı, o zaman artıq demək olar ki, masonçu olan, yəni Mustafa Kemal Atatürk, yəni Atatürk ona verilən ləqəbdir, yəni Mustafa Kemal artıq hakimiyyəti devirmək istəyirdi. Yəni ki, hakimiyyətə özü gəlmək istəyirdi və baxımdan da onun da mason olduğunu bilənlər ona qarşı çox ciddi mübarizələr apardı. Necə ki, məsəl üçün gələndə görəcəyik ki, yəni Səyid Nursinin də yəni, xatalarından biri o idi ki, o Mustafa Kemala qarşı çıxana kömək eləmədi.
Yəni, o, düzdür, Mustafa Kemalın necə dəvətinə bəzi hallarda zid geçsə də, dəvətin əksinə geçsə də, amma bəzi hallarda da onun, necə deyək, Mustafa Kemalın qondarma hökumətin yəni, dəstəkləyə bilirdi. Yəni, onlar elə bir vaxtdaydılar ki, yəni Osmanlı xəlifəsi dağılanda, düz orada bəzi insanlar başladılar, yəni Osmanlı yəni, xəlifəsinin tərəfini tutmuş. Çünki onun Abdülhəmid ölməmişdi. Həmən xəlifə sağ idi. Yəni, Osmanlı axırıncı xəlifəsi hansı ki, onun nəvəsi, nəticəsi bu günlərdə sağdır. Düz Amerikada, İngiltərədə yaşamağına baxmayaraq, yəni bu 1-2 ildə yəni gəlib Türkiyədə vətəndaşlıq aldı. Həmin Osmanlı xəlifəsinin yəni qalığı var, bu gün də qalıb. Yəni o zamanki Abdülhəmid, yəni 1905-10-cu illərdə qalan Abdülhəmid demək olar ki, onu devirdilər, yəni demək olar ki, bütün Şərq Avropa Osmanlı xəlifəsini darmadağın eləyəndə və artıq bugünkü Türkiyənin arası da yəni uçulma tərəf gedirdi. Və o zamanlarda Türkiyədə elə bir yəni qövm meydana gəldi ki, onlar bu xəlifəliyi dünyada bərpasına deyil, yəni İstanbulda bərpasına yəni can atırdılar. Və baxımdan da masonçu olan, yəni masonçu əlman olan necə deyərlər, həmən Mustafa Atatürk, yəni özünü yəni Osmanlıya meyilli olduğunu iddia elədi və baxımdan başladı təbliğ eləməyə. Yəni güya Osmanlı yəni orada təmsil edəcək, Osmanlının qaytaracaq adala və xəlifə də həmən Abdülhəmid özü gəlib olacaq. Və bu cür adla o başladı əməli başı dəvətlər eləməyə və Səid Nursi də haradasa onu o tərəfdən inanmışdı və o da haradasa bəzi hallarda onu dəstəkləməyə yəni bacarırdı. Çünki onu artıq Səid Nursi dəvətdən başlayanda onun ümumiyyətlə dəvət müddəsi ümumiyyətlə iman haqqında yəni cəm olunub. İman haqqında. Yəni o çalışırdı ki, imanı ağlı tərəfdən isbat eləsin. Yəni ona görə məsələsi bugünkü nurçuların dəvətindən kitablarına baxsaq, görək ki, orada tovhidin bir də rububiyyə forması, başqa heç bir forması yoxdur. Yəni onun hansısa bir əqidə baxımından, təfsir baxımından, fiqh baxımından belə şeylər yoxdur. Düzdür, artıq o, yəni yaşının 40-50-ni keçəndən sonra başlamış artıq Quranı tədris eləməyə, çünki o vaxtı yəni İngilis olan Kaldostordik başlaydı Qurana müxalif şeylər danışmağa, çünki o zaman yəni türkləri hücum eləyəndə onlar iddia eləyirdilər ki, yəni müsəlmanlar nə qədər ki Quranla birdilər, biz onlara qarşı döyüşə bilməyəcək, onlar bizə qarşı qalxacaqlar və deyir onların bu müdafiəsini yarmaqdan ötəri onları dinlərindən, Quranlarından ayırmaq lazımdır və bunu da Səid Nursi bilirdi və o deyirdi ki, həmçinin o İngilisin xoşuna gəlməsə belə, mən deyir ölünə kimi bu Quranı başlayacağım öyrənib öyrətməyə. Bu həqiqətdə də yəni o həmən illərdən sonra o Quranı başlamışdır, yəni təfsir etməyə. Və Qurandan müəyyən ayələri götürərdi və düzdür, ağlına uyğun olaraq iman ayələri də onları təfsir etməyə başlamışdı. Və bu günlərdə onun yəni Quran təfsiri deyiləndə həmən Qurandan bəzi ayələrdir. Bəzi ayələrdir görsən ki, həmən nurçular onları yəni yayırlar. Yəni onu Risalət-ü Nur adlı yəni silsilədir. Orada həmən o nurçunun yəni risalələri orada yəni cəm olub. Düz onu və onun Mustafa Kemalı belənsi hərdən ona müdafiə olması, hərdən ona qarşı çıxması, yəni onun Mustafa Kemal haqqında fikrinin yəni bir tərəfi olduğunu göstərdi. Və sonra Mustafa Kemal artıq yəni hakimiyyətə gələndən sonra və o həmən Səid Nursiyə özündə vəzifə vəd verib, onu vəzifə verməyə çalışır. Çünki bilir ki, onun ətrafında, yəni onun rəyini daşıyan, onun cərgəsində deyən insanlar çoxdur və onu istəyirdi özünə tərəf cəlb eləsin, özünə tərəf çəksin və buna baxmayaraq Səid Nursin orada məşhur sözünü şərhində demiş ki, Audu biləhi minəşşeytan və minəs-siyəsə. Dedi, mən indi şeytandan bir də siyasətdən Allah'a sığınıram. Və bu günlərdə də həmən o əslində Səid Nursilərin tələbələri siyasətə qarışmalı deyirlər, ancaq bu günlərdə isə onlar dolayı yollarla, necə deyirlər, saman altı su yeritməklə, yəni siyasətə qarışırlar, aydındır. İstər Türkiyənin özündə olsun, istər başqa dövlətlərdə olsun, amma əslində isə yəni Səid Nursinin yəni tələbələri, davamçıları, həqiqi davamçıları siyasətdən tamamilə yəni uzaq bir tayfaydılar. Və sonra da Səid Nursi yəni öz tədrisinə başlayır. Düzdür, dedik ki, o uşaqlıq yaşlarında ikən, düzdür, Quranı əzbər bilməsin, amma dünya elmləri və ağıl elmlərinin üstünlük vermişi və bu elmləri gözəl, yəni dərk eləmişi və o sonra isə yəni Quran tədrisinə başlayanda artıq yəni o Qurandan iman məsələlərini, iman bölmələrini, iman ayələrini yəni öz ağlına uyğun olaraq başlayır təfsir etməyə və hansı ki, bugün onun davamçılarında da bu şeylər yəni biruzə verir. Bu şeylər biruzə verir. Görürsən ki, o öz dəvətində ən çox da yəni imanın möhkəmlənməsi, imanın qalxması, imanın qoruması məsələlərinə yəni çox ciddi yəni fikir verir. Həmçində o, necə deyərlər,
bir tərəfdən də görürdün ki, həmən Mustafa Kemal Atatürkün də yəni dəvətinə qarşı yəni çıxmaq bacarırdı. Çünki ümumiyyətlə Mustafa Kemal hakimiyyətə gələndən sonra demək olar ki, o həqiqətdə yəni ona müsəlmanlıqdan uzaq bir insan idi və o demək olar ki, Türkiyənin İslamını türkləşmiş formaya gətirib çıxartdı. Məsəl üçün, əzanı sözlərini dəyişdirər, türk dilində elədilər. İnsanlara məcbur elədi ki, necə deyirlər, indiki məsəl üçün, onlar əfəndilər taxtığı papaqları var idi, başı yumru uzun papaqlar. Onları taxmağa əmr elədi və ümumiyyətlə əmmamaları, ondan sonra təqiyyələr qoymağa qadağan elədi. Ondan sonra meçidlərdə Quran dərsdən dini tədrisləri dayandırdılar. Ondan sonra istirahət gününü 5-ci günündən 7-ci günə keçirdi rəsmi olaraq. Ondan sonra demək olar ki, ərəb dilində yazma oxumağa qadağan elədi. Bilənlərə işgəncələr verdi, dəvətin qarşısını aldı. Ondan sonra Quranın tərcümə olunmasına yəni qadağan elədi. Onlarla bütün adət ənənlərlə tamamilə qərbə doğru yönəldi. Ondan sonra bütün İslam parçalarında, yəni İslam necə deyərlər, birləşmələrini, yəni İslam cəmaatlarını parçalanmağa can atdı, səy göstərdi. Və bu cür o demək olar ki, yəni sələflərin qoyub getdiyi, yəni İslamı tamamilə türkləşmiş bir İslam formasına yəni gətirib sayılır. İslam Mustafa Kemal Atatürkün yəni qoyub getdiyi bu fəsadlı həqiqətə yəni çox böyükdür. Düzdür, bəzi halları demək olar ki, Mustafa Kemal, daha doğrusu Mustafa Kemalın yanındakı olanlar, yəni onlar Mustafa Kemalın dini bir lider olmağından allanıb, onun hakimiyyətini dəstəklədilər. Və onun hakimiyyətini dəstəklədilər, ona tərəf cəmaatı çağırırlar. Çünki o insanlara vəd verirdi ki, gəlin o qərib insanların, yəni kafirləri, düşmənləri qoğulayaq. Çünki böyük bir qruplaşma onların üstlərinə hücum gəlirdi və o demək olar ki, bugünkü Türkiyənin ərazisini də tamamilə parçalaya bilərdilər. Yəni şək yoxdur ki, və çox böyük bir qüvvə onların üstünə gəlirdi və Mustafa Kemal Atatürk də insanlara vəd vermiş ki, o yəni kafirləri qoğulayaq və yenidən necə deyərlər, Osmanlı xəlifəsini yəni bərpa eləyək. Yəni indiki Türkiyənin arasında Osmanlı xəlifəsini bərpa eləyək və bu döyüşlərdə həqiqətən də yəni çoxlu müsəlmanlar qırıldı. Çünki onlar hamısı xəlifəliyi geri qaytarmaq istəyirdilər və nəticədə o kafirləri qoğulayandan sonra Mustafa Kemal Atatürk özü seçildi və bu seçildən sonra demək olar ki, dində tamamilə çevrilişə elədi. Yəni, demək olar ki, dini tamamilə altın üstünə çöndərdi və bu da həqiqətdə o insanın, necə deyirlər, yəni mason olduğunu yəni göstərirdi. Və dedi ki, bu Səid Nursi öz uşaqlığı yaşında özünün yəni zəkası olmağına, zəkası olmasına yanaşı, onda bəzi xüsusiyyətlə büruzə veriləndən sonra ona Bədiyüzzaman yəni adını verdilər. Bədiyüzzaman ləqəbini verdilər, daha doğrusu ləqəbini verdilər. Çünki o insan artıq, yəni o qədər onda, yəni təfəkkürlük, fikirləşmək, ağıllıq o qədər büruzə vermişdi ki, artıq o uşaqlı yaşlarında artıq ona, yəni Bədiyüzzaman yəni ləqəbini verdilər. Və sonra da o artıq, həmcə o türməyə də sarılar onu, çünki ruslarla, yəni türklər mübarizə, döyüş eləyən zaman bu Səid Nursi özü yəni döyüşün qabağında cihadda, yəni sərkərdə kimi idi və çox möhkəm döyüşürdü və ruslar onu əsir aldılar və bunu Sibirə, yəni Sibirə göndərdilər, necə deyərlər, əsir kimi Sibirə göndərdilər və o Sibirdən qaçmağa yəni qadir oldu, Sibirdən qaçdı və təzədən İstanbula gəldi və sonra İstanbulun xəlifəsi də onu uzun müddət yəni türməyə saldılar və türmədə də o demək olar ki, öz bəzi risalərini davam elədi və sonra türmədən də buraxılandan sonra bəziləri dedi ki, türmədən qaçdı və hər bir halda yəni o Suriyaya getdi, yəni ki, Şam olan yəni Suriyaya getdi və Dəməşqdə uzun müddət yaşadı və orada necə deyərlər, özdə yəni məsciddə xutbə eləyən vaxtı ümumiyyətlə insanlara, öz ətrafında olanlara siyasətə qarışmamaqlarını tövsiyə elədi və orada gözəl bir uzun muizə xutbə elədi və siyasətə qarışmamağı və siyasətin həqiqətən də bugünkü siyasətin bir oyunu olduğunu, bir şeytan hiləsi, şeytan oyunu olduğunu yəni bildirdi və o uzun müddət orada yaşadı və tədricən yəni miladin 60-cı ilində də yəni vəfat elədi. Miladi 60-cı ilində də, yəni 1960-cı ilində demək ki, vəfat elədi. Və onların əqidərinə gəldikdə isə onlar düzdür, yəni sufi əqidəsindən törənmiş
bir firqədir, bir cəmat idi və düz bəzi hallarda dedi ki, Səyyid Nursi özü hansısa bir tariqanı, məsələn, ya Ticaniyə, ya başqa bir tariqaya, Qadiyaniyyə tariqasına və ya da ki, Abdülqadir Ceylani tariqasına yönəlməyə məsləhət görmürdü. Və o, imanı qorumağı tariqadan üstün tutur. Hansısa bir şeyxin dalını getməyi daha üstün tuturdu. Ancaq onların, yəni bugünkü insanları, yəni onun dalını bugünkü insanlarda isə, yəni bəzi mənfi cəhətlər həddindən artıq çoxdur. Onların mənfi cəhətlərindən biri odur ki, onlar demək olar ki, Nursinin kitablarını oxumağı, yəni Qurandan üstün tutublar, amma əslində isə bu Nursinin özünün tamamilə əqidəsinə, mənhəcinə zid idi. Çünki Nursi özü o Quranın ayətlərini insanlar təfsir edib başa saldı, imanla bağlı olan yəni ayələri. Bu əsas öz, necə deyərlər, öz dəvətin, öz əqidəsində bir şey üstün vermiş, o da imanın, yəni qoruyub saxlamasına. Düz bu mühüm məsələdir, ancaq o hansısa doğrudan başqa qismlərinə, ondan sonra elmin başqa qismlərinə, məsələn, fiqh kimi, hədis kimi, təfsir kimi, tarix kimi, ərəb dili öyrənməyə, yönəlmək kimi bu cür məsələlərdən tamamilə uzaq idi və onun bugün davamçıları demək olar ki, elm tərəfindən tamamilə mənfidirlər, yəni elmə yönəlmək bunlarda yoxdur, bunlar sadəcə bütün gün oturub durub Nurçunun, necə deyərlər, kitablarını oxumaq, onun yazdıqlarını oxumaq, onun dediklərini öyrənmək, onun dediklərini xatırlamaq, bu cür şeylərlə məşğuldurlar və bu cür hallar da həmən o insanları Qurandan uzaqlaşdırmaq, dindən, hədisdən uzaqlaşdırmağa yəni gətirib çıxarmışdır. Və onların da əsas dəvət üslubları demək olar ki, dəvət üslubları demək olar ki, sadəcə tovhidin üç qismindən bir qismi olan tovhid-i rububiyyədə, yəni həkk olunub, cəm olub. Yəni onlar başqa tovhid qismlərinə toxunmurlar, danışmırlar və sadəcə sübut eləməyə çalışırlar ki, yəni yaradan bir Allahdır, yaradan tək Allahdır, yəni yerdə, göydə nə görürsənsə hər şey Allahın tək olmasına dəlalət eləyir və şək yoxdur ki, Allah sana yaradan olması, xaliq olmasına İslamdan qabaq olan, yəni müşriklər, ərəblər də buna, yəni bunu etiraf edirdilər. Və bu günlərdə bu cür cəmaatın bu cür yəni dəvətdə yalnız bu məsələdən istifadə eləmələri, Allah subhanahu xaliq yaradan olması məsələdən istifadə eləməsi və Quranı, sünnəni tərk edib yalnız və yalnız Nursunun kitablarını, onun yazılarını oxumaqları bu da həqiqətdə isə necə deyərlər, İslamın mənhəcinə, əqdəsinə ziddir. Həmçində Səyyid Nursi özü yəni zahidlərdən idi və çox təvazökar bir insan idi, həmçində şübhələrdən qaçan idi. Yəni, hər hansısa bir şübhədən qaçan bir insan idi və ona görə də daimən özündə bir şüar götürürdü, deyir, də'mələ yarbik ilə mələ yurbik. Yəni, səni şübhələndirən bir şeylərə tərk elə, şübhələndirməyən şeylər yönəl və baxımdan görürsən ki, o çoxlu oyunlar, çoxlu məsələlər var idi həmən dövrdə, onu Mustafa Kemal özü də yanına çəkmək istəyirdi, vəzifə vermək istəyirdi, bu vəzifədən imtina elədi və bunun fikri, zikri daimən, necə deyərlər, yəni, İslamın düşməninin qarşı döyüşməkdir. Yəni, əgər hansısa bir döyüş olsaydı, yəni istər ruslara qarşı, istər ingilislərə qarşı, başqa kafirlərə qarşı, yəni bu daima döyüşün qabağında gedərdi. Həmçində onun xatalarından biri o idi ki, o həmən dövrdə deməli, Mustafa Kemala qarşı çıxan Mustafa Kemala çıxan onun yanında, yəni dostlarından biri var idi. O Mustafa qarşı çıxmışdı, yəni 1925-ci ildə və o da Əbu Səid də həmən ona çox kömək eləmədi. Əgər necə deyir, onun köməyində dayanmağı tamamilə ondan qaçdı. Çünki bu hakimə, yəni Mustafa Kemal Atatürkə qalxmaq Diyarbəkirdə olmuşdu, yəni 1925-ci ildə və o zaman Mustafa Kemal Atatürkə qarşı qalxanda, çünki onlar əsas da İslamçılar idi, İslam partiyaları idi ki, demək olar ki, onlar İslamı birləşdirmək istəyirdilər və İslamın birləşmək istədiyindən onlar da Mustafa Kemal Atatürkü dövrüb, yəni İslam xəlifəsini gətirmək istəyirlər. Və o vaxtı, yəni Səyyid Nursunun özünün tərəfdarları ilə yanaşı, yəni bu
hakimə qarşı çıxmağa kömək olmadı və bu məsələdə doğrudan da, yəni Mustafa Kemala qarşı çıxanlar, yəni minlərlə müsəlmanlar burada qırılırlar və alimlər də, yəni bu Səid Nursiyə tutulan xatalardan birində bunu qeyd edirlər ki, o zaman həmən Mustafa Kemala qarşı çıxanlarla bir olmadı. Çünki yəni onlar İslamın uğrunda çalışırdılar, İslamı bərpa, İslamı geriyə qaytarmadan ötürü bunu edirlər və o zaman Əbu Səid onlara qarşı çıxmadı. Həmçində onların necə deyərlər, əqidələrindən biri də o idi ki, onlar Muhammediyyə, yəni partiyası yaratmışlar, yəni insanları bu partiyaya, yəni çalmaşan yönəldirlər, hansı ki, bu günlərdə də demək olar ki, həmən bu Əbu Səidin yəni qoyub getdiyi firqə, cəmaət, partiya bu günlərdə artıq yəni 3 yəni qismə ayrılmışlar və onlardan bir də Rifah partiyasıdır və Hizbus Sələmə və ikincisi də ki və bir də Əl-Həyyət, yəni 3 Səid Nursinin yəni qoyub getdiyi partiya, qoyub getdiyi toplum, yəni bu günlərdə artıq demək olar ki 3 yəni qismə ayrılmışlar və onlar haqqında ümumiyyətlə necə deyərlər danışmaq çox olar, çünki onlar ümumiyyətlə bu günlərdə əgər Səid Nursi öz vaxtında oxuyan dünyavi və Qurandan nəsə bilirdisə və insanları yəni bu cür başa salmağa çalışırlarsa və bu gün onun tanrı gedən insanlar isə demək olar ki, elmdən çox uzaqdırlar və onlarda bu günlərdə isə görürsən ki, yol Nursi yoludur, əqidə, ümumiyyətlə Nursinin əqidəsi özü Maturidi əqidəsinə daha yaxın idi və bu günlərdə də həmən bu Nursanın əqidəsi demək olar ki, yəni Maturidi əqidələridir və özləri təsəvvür edirlər, Maturidi əqidəsində olsalar, yəni əqidələri Maturidi əqidələridir, yəni Nursinin tələbələri sayılar özlərini, təbliğçilərdəndirlər, həmçindən sufi qollarındandirlər, sufi tariqatlarından, yəni birinin dalınca gedirlər. Və görürsən ki, yəni ki, bu həqiqətdə isə, yəni Qərbin istədiyi Türk İslamı da bu idi. Yəni Qərbin istədiyi Türk İslamı da bu idi ki, türkləri parçalamaq. Çünki Mustafa Kemalın da hakimiyyətə gəlməsi və orada olan müsəlmanları özətən cəm eləməsində əsas hədəfi də bu idi ki, müsəlmanlar cəm olunmasınlar. Ona görə Mustafa Kemal yəni yalancı xəlifə iddiası ilə cəmaatı cəlb elədi, cəmaatı çağırdılar, döyüşdülər, qovladılar və düz indiki Türkiyə dövlətini qurdular və dini deməklə üstünün altına çöndərdilər. Təsəvvür edin ki, o yerdə ki, əzanı dəyişdilər, bayram günlərinin yerini dəyişdilər. Yəni ki, İslam onlarda bayram cümə idi, çöndərdilər bazar gününə. Ondan sonra dillərini dəyişdilər, ərəblə yazıb oxumaq qadağan edir. Çünki Osmanlıların yazma, oxumaq dilləri ərəb dili idi. Yəni Osmanlıların rəsmi dilləri yəni ərəb dili idi, onların yazıb oxuduqları dil yəni ərəb dili idi. Və görürsən ki, onlar dillərini dəyişdilər, əzanlarını dəyişdilər və ən bir dəfə Allah böyük əzanı yəni Mustafa Kemal Atatürkün vaxtına verdilər. Və Mustafa Kemal Atatürk əslində isə yəni qərbdən təhsillənən bir insan idi. Qərbdən təhsillənən bir insan idi, hansı ki, özü yəni hakimiyyətdə olandan sonra görürsən ki, demək olar ki, müsəlmanların adətlərini tamamilə qərbə yönəltdi. Libaslarını dəyişdi, imamətlərini dəyişdi, bəzi meçidləri bağladılar, dərs öyrənləri tənqid elədilər, döydülər, öldürənləri öldürdülər. Demək olar ki, dini istədikləri yəni formaya gətirib çıxartdılar və bu da həqiqətdə yəni qərbin, yəni masonların istədiyi yəni bir hal idi. Və düzdür, əgər Əbu Səid kimi o vaxtın yəni qabaq gedənləri, yəni qabaqda gedən dəvətçiləri, yəni insanların arxasına gedən insanlar, bu cür insanlar əgər o vaxtlar yəni ona qarşı döyüşsəydilər, daha doğrusu onun hakimiyyətə qarşı çıxsaydılar və İslamı olduğu vəziyyətə qaytarsaydılar, bəlkə də bu günlərdə yəni türklərin bu cür firqələri çoxalmazdı. Bugün Türkiyədə demək olar ki, 60-dan çox sufi tariqası var, yəni Nursili, Cəmaat-ı Təbliğ, Maturidi əqidəsi, Əşşari əqidəsi, demək olar ki, bütün əqidə qalıb. Və beləcək baxsan, görsən, hansısa bir Nursi tələbəsini götürsən, düz onun yəni savadsızlığına heç bir şək şübhə yoxdur. Çünki onlar oxuduqları, öyrəndikləri kimdəndir? Yalnız və yalnızca Nursidəndir. Və onlar hansısa Quran ayəsini oxumağı, hansısa bir hədisi oxumağı Nursinin risalətindən sonraki təbəqə aid edirlər. Yəni Nursinin yazdığı, oxuduğu onlar üçün Qurandan da əfsəldir, hədislərdən də əfsəldir. Baxsan, deməli, özünün sayı Nursinin tələbəsi, həmçində təbliğ cəmaatındandır, həmçində əqidəsi Maturidi əqidəsidir, getdiyi yol Sufi tariqəsindən birinin yoludur və baxsan məhzəbinə isə
güya Hənəfi məzhəbidir. Amma həqiqətdə isə yəni Hənəfidən onlarda heç bir şey yəni qalmayıb. Onlar bu günlərdə yəni Hənəfinin adından istifadə edirlər, amma həqiqətdə isə onlar özləri də hansı fikrin danış getdiklərini də özləri də yəni bilmirlər. Və inşallah amma Səid Nursinin də demək olar ki, dəvətinin də bəzi müsbət cəhətləri olmuşdur türklər üçün, yəni o dövrdə yaşayan türklər üçün. Çünki o zaman Mustafa Kemal yəni cəmaata anti-İslam dəvəti aparan zaman, İslamın əhl-i-sünnə əqidəsini darmadan edən zaman, insanların imanın əlindən aldığı bir zamanda Səid Nursi insanları İslam əqidəsinə yönəltməyi, İslam ruhluğu insanlarda yaratmışdı. Ondan sonra insanları imanlarını qorumaya gətirib çıxarırdı. Və o baxımdan da o bəzi sufi tariqalarından üz döndərmişdi. Həmçində baxma ki, həmən dövrdə olan ingilislərin başqalarının Quranı məhv eləmək kimi lozunqlarını qaldırsalar da Abu Səid kimi və onun davamçıları, yəni o dövrdə olan onun davamçıları demək olar ki, tamamilə onların əksinə idi və insanlarda yəni İslam əqidəsini yəni qaytarmağa çalışırdılar, İslam dəvətini bərpa eləməyə çalışırdılar və baxımdan da onlar İttihad-ül Muhammediyyə, yəni Məhəmmədin yəni birləşməsi belə bir cəmiyyət yaratmışdılar və o cəmiyyətin vasitəsilə onlar yəni müsəlmanları birləşdirmək istəyirdilər. Və baxımdan da onlar şübhəli məsələlərdən çəkinirdilər. Həmçində görürsən ki, bəzi məsələlərdə toxunmurlar, çünki onların ümumiyyətlə dini savadları ona imkan verilmir ki, onlar Tovidin hansısa bir qismindən danışsınlar və baxımdan onlar görürsən ki, Abu Səidin də fikri zikri əsas can atdığı məsələlər əsas insanlarda yəni imanın qorunub saxlaması məsələləri. Çünki dövr elə bir dövr idi ki, insanlar azmağa daha çox meyilli idilər. Çünki Qərbin, həmçində Mustafa Kemal Atatürkün özünün Türkiyədə olan təsirindən insanlar get-gedə öz imanlarını itirirlər və baxımdan da Səid Nursi kimi və onun davamçıları, yəni o vaxtlar yəni insanlar imanın sabit eləməsinə, ondan sonra insanlar İslam əqidəsinin bərpasına, yəni can yönəldir. Düzdür, onun da məşhur sözləri vardı. Həmçində onun sözlərindən biri o idi ki, deyir: "Uqsimu billahi enneni səəqsur nəfsi lil-Quran bədən həyati məhməkənən məkədəl vazir əl-Britani əl-Qadira." Yəni, deyir ki, mən Allah and içirəm ki, mən deyir, nəfsimi Quran üçün, yəni sındıracam, yəni nəfsimi Qurana, necə deyərlər, həsr eləyəcəm, Quranı öyrənməyə həsr eləyəcəm, yəni həyatımı ona həsr eləyəcəm, baxmayaraq ki, yəni Britaniyanın vəzinin hilələrinə baxmayaraq. Çünki Britaniyanın vəzi olan Gulad Dostun, o belənçi bir söz buyurdu, demişdi ki, "Ennel Quran ma'al muslimin seyebqavna fi tariqina və lidəlikə yəcibu aleyna ən nubi'dahu ən həyatim." Yəni, həmən o Britaniya vəziri buyurmuşdu ki, müsəlmanlar nə qədər ki Quranlandılar, nə qədər ki Quran onların əlində, Quranı oxuyurlar, onu yaşayırlar, onlar bizim yolumuza dayanacaq. Yəni, bizlə döyüşəcəklər, bizi dəvətimizi, bizi müsəlmanları məhv etməyimizə qoymayacaqlar. Və deyir, onları məhv eləməkdən ötəri, onları gələk həyatlarından ayıraq. Yəni, onları gələk Quranlarından ayıraq. Yəni, bu günlərdə də həqiqətdə, yəni, Sovet vaxtında da, yəni, 15 respublikanın tərkibində olan, yəni, müsəlman dövlətlərinin də bu Rus hakimiyyətinin tərkibinə daxil olmasından və onlar da həqiqətdə də müsəlmanları demək olar ki, Quranlarından təmiz ayırdılar. Yəni, insanlar Qurandan unutdular və bu günlərdə də insanlar demək olar ki, baxmayaraq ki, artıq yəni 15-16 il keçib insanlar, yəni Sovet hakimiyyətindən ayrılmağından, amma yenə də görürsən ki, insanlar dinlərindən tamamilə uzaqdılar. Çünki onlar Quranın yəni nə olduğunu, Quranın içində olduğunu bilmədiyindən onlar demək olar ki, İslamdan da tamamilə uzaqdılar. Və həqiqətdə isə bu ümməti parçalamaq, bu ümməti məhv eləməkdən ötürü onların Quranlarını əldən almaq, Quranları onları unutmaq yetər. Hansı ki, bu şüar ümumiyyətlə bütün qərbin şüarı idi. Bütün qərbin şüarı idi ki, müsəlmanları məhv eləmək, yəni onları yəni dinlərindən ayırmaqdır. Həmçində Əbu Səidin bəzi hallarda demək olar ki, döyüş nəticə səviyyəsində deyil, yazı səviyyəsində və hətta ki, xütbə səviyyəsində Atatürkə hücum eləməsi, yəni Atatürkün, necə deyərlər, hakimiyyətini, riyasətini bəyənməməsi idi ki, hansı ki, o da bilirdi ki, insanları demək olar ki, tamamilə dindən uzaqlaşırlar, ona görə də o da tamamilə
tamamilə həmən bu Mustafa Kemal Atatürkün hakimiyyətinin yəni dağılmasına insanları çağırırdı, yəni cəlb edirdi ki, insanlar çünki Mustafa Kemal Atatürkün yəni hakimiyyəti insanlar dinsizliyə, dini unutmaqlarına yəni gətirib çağırırdı. Və bu günlərdə də onların davamçıları demək olar ki, artıq yəni elə bir səviyyədədirlər ki, tamamilə elmdən uzaq, dindən uzaq, sadəcə onların əsas fikri zikri, yəni Nursinin risalələrini yaymaq, onun risalələrini oxumaq, öyrənmək və bununla da onlar Quranı və sünnəni və hədisləri tərk edirlər və görürsən ki, əməlli başlı onlarda yəni dini, yəni sabahsızlıq yaranır. Və onların əsas dini, necə deyərlər, onların əsas yəni əqidələrinin, yəni hansı əqidələrdən törənmələri isə şək yoxdur ki, onlar yəni sufi cəmaatından təhsilləmiş bir cəmaatdır və əqidələri də, necə deyirlər, Maturidi əqidələri, hansı ki, demək olar ki, batil əqidələrdəndir və onların yayılma hissələri isə dedik ki, ən çox onlar düzdür, Səid Nursi özü Kürd idi və Kürdistanda demək olar ki, ən birinci dəvətin başlamışdı və sonra onun dəvəti tədricən yəni Türkiyənin şərq tərəflərinə, həmçində Anadolu, həmçində İstanbula və bu günlərdə də deməli onların ətrafında olanlar, yəni Səid Nursinin tələbəsi deyilənlər Amerikada, Britaniyada, Pakistan, Hindistanda, həmçində başqa dövlətlərdə də var və sayları da təxminən yəni 2 milyona yaxındır. Yəni 2 milyona yaxın artıq yəni onların yəni davamçıları var və bu günlərdə də ola bilər ki, artıq yəni sayları yəni daha da çox olsun. Çünki bu məlumat yəni 5-6 il məlumatıdır. Çünki nurçular dəvətdən çox sürətli aparırlar və xüsusən də onlar dəvətlərində müsəlmanların ixtilaf etmədikləri məsələlərə toxunurlar və ixtilaf edəcəkləri məsələlərə tamamilə uzaq olurlar və bu baxımdan da görürsən ki, onların çağırışına, dəvətinə cavab verənlər çox tez olur və baxımdan da onların sayı da beləncə yəni sürətlə atır. Və inşallah bununla da yəni bunlar haqqında yetər və gələn dərs inşallah yəni düybandiyalar haqqında, yəni sufilərdən təsirlənmiş yeni bir qol haqqında yəni danışacağıq və düzünü Allah bilir və sallallahu Muhammedin və aləli Muhammed.